Əziz tamaşaçılarım, bax bugün görürsünüz bu gözəl balalar yenə də efrimizin qonağıdır. Çünki bugün bayram buraxılışıdır və bayram günündə də nə olmazsa olmaz. Təbii ki bizim evlatlarımız, uşaqlarımız mütləq ki bax bu özəl gündə yanımızda olmalıdır. Hər zaman bunu bilirik ki uşaqlar bizim gələcəyimizdir, onlar bizim sabahımızdır. Ona görə də mən bunu hər zaman demişəm, bu günlərində onları inkişaf etdirməliyik, onlara dəstək olmalıyıq və elə onları, bax bu cür qabiliyyətlərini sizlərə nümayiş etdirməliyik. Ay sən çox yaşa. Baldılar hər biri. Mən istərdim ki hər biri gəlsin yanıma, gəlin yanıma, gəlin, 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 hamınız gəlin, gəlin. Gözəllərim mənim. Allah hər birimizi saxlasın. Bax 2026 inşallah sizlərə düşərli olsun. Təhsilinizdə bol nailiyyətləriniz olsun. O gün olsun ki, bax elə sizin onsuz da belə bir müəlliminiz var, belə bir rəhbəriniz var. Təbii ki, bu bax, bu peşələri, elə mən deyərdim ki, bu istedadları hələ haralardan səsləri gələcək. İnşallah arzu edirik ki, hər zaman uğurları bol olsun. Bizlər də onları təbrik edək. Gəlin, gəlin, hələ çoxunuz arxada qaldınız, gəlin. Və istərdim ki, mən bu gözəl balaları sizə təqdim eləyim. Rəqs qrupudur. Bizim Rəqs qrupumuza təşəkkürümüzü bildiririk. Mənim doğum günümdə də gəldilər, stüdiyamı gözəlləşdirdilər. Və ən başda da təşəkkür düşür Rəqs qrupunun bədii rəhbəri Elsəvər Ağayevə təşəkkürümüzü bildiririk ki, bax bu cür gözəl balaları bir pedaqoq kimi yetişdirir. Onların elastikliyi, plastikası, onları rəqs etdikdə və müəllimlərinə baxaraq güc almaları, bu da təbii ki, nədən asılıdır? Peşəkar bir müəllimin onlara öyrətdiyi təhsilindən, onlara tədrisindən asılıdır təbii ki. Çünki uşaq bir müəllimi sevməsə, həyatı boyu ya onun heç vaxt dərsini də oxumazdı, ya onun ümumiyyətlə öyrətdiyini də öyrənməzdi. Və elə sizin də həm müəlliminizə təşəkkür edirik, həm də sizlərə təşəkkür edirik ki, bugün gəldiniz, gözəlləşdirdiniz. Deyirəm, bəlkə bir hamısından çatdıra bilməsək də, ən azından bəzilərini bir təbrik alaq. Kim var? Gəlin onda bir yerdə bir görüm kim təbrik eləmək istəyirik? Gəlin onda mən deyirəm ki, bax bir yerdə elə hamımız, çünki biriniz eləsən biri qalacaq, mən də istəmirəm ki, bu özəl gündə hamı baxsın kameraya, bax qarşıdakı kameramıza baxaq, operatorumuza. Ora baxaraq bir yerdə yeni iliniz mübarək deyək. Onda mən başlayıram birdən. Yox, indi mən birdən 3-ə qədər sayıram. Biraz tələsirlər, eybi yoxdur. Sayaq, başlayıram. Mən elə 3 deyəndə bir yerdə təbrikimizi eləyirik.